Artıq dəyərli tələbələr, deməli bugün sizinlə birlikdə maraqlı bir sual izahı ilə yenə qarşınızdayım. Vaxt itirmədən sualımıza keçək. Deyir ki, düz xəttli hərəkət edən cismin impulsunun proyeksiyasının zamanlaması qrafiki verilmişdir və cismə təsir edən əvəzedici qüvvələr hesablayın deyir. İndi ilk öncəliklə burada çox incə bir nüans var. Fikir verirsinizsə. Baxın. Mən bunu bu hissədən, əgər ki bizdə əvəzedici qüvvə istəyirsə, mən bunu bu hissəyə görə bir çəkərsəm, aşağıya doğru bir çəkdim. Bu hissəyə mən nə deyirəm? Bu hissəyə deyirəm bir P. Düzdürmü? İmpuls. Və bu aşağı oturacaq hissəsinə də mən bu hissəyə də nə deyirəm? Bir T deyirəm. 30 dərəcəli bucağın mən necə həll eləyə bilərəm? Bu hissədən baxarsaq, bu hissədən qarşıdakı katetin bitişik katete olan nisbətinə, yəni delta P bölünsün delta T bərabər olur nəyə? Tangens 30 dərəcəyə. Və həmçinin bu delta P bölünsün delta T nəyə bərabərdir? O qüvvə impulsuna bərabərdir. O zaman, madəm ki bizdən F-i soruşur, o zaman deməli F nəyə bərabər olacaq? F olacaq tangens 30 dərəcə, düzdürmü? Yaxşı, biz tangensi bilirik ki, tangens alfa bərabərdir nəyə? Deməli, sinus alfa bölünsün kosinus alfa, düzdürmü? Gətib buradan yerinə yazarsam, deməli, sinus 30 dərəcə bölünsün kosinus 30 dərəcə. O da bərabərdir. Sinus 30 dərəcə 2-də 1, kosinus 30 dərəcə kök altında 3 bölünsün ki, 2-lər getdi. Buradan da qalır 1 kök altında 3 Newton. Yəni cavab elə C variantı. Bu qədər. Yəni bu sualı ən qısa olaraqdan deməli belə həll eləyə bilərsiniz. Həmçinin burada mən sadəcə zaten bizdə əlimizdə ən əsas verilən zaten burada bu tangensdir. Sadəcə yəni çox uzatmanın yeri də yoxdur. Bu tangensi zaten sizə həm kosinus verib, həm də sinus da verib. Yəni burada tangensi tapmaq ən rahat üsullardan biri olacaq. Bu qədər.